Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, geçən söhbətimizdə qeyd etdik ki, Süfyaninin meydana çıxması İmam Zamanın zuhurunun qəti əlamətlərindən biridir. O əvvəlcə Şam vilayətini tamamilə ələ keçirdikdən sonra İraqa hücum edərək Kufə və Nəcəf kimi müqəddəs şəhərləri işğal edəcək, orada qırğınlar törədəcək, qanlar axtaracaqdır. Rəvayətlərdə onun İraqda 300 mindən çox uşaq və gənci qətlə yetirəcəyi barədə məlumatlar vardır. Onun zülmü heç bir hədd tanımayacaqdır. Bu barədə Peyğəmbər Əkrəm belə buyurmuşdur. Qərbdə mənim əhl-i beytimdən olan bir kişi çıxar. Şərqdə isə Əbu Süfyanın nəslindən olan birisi çıxar. O, qərblə şərq arasını ələ keçirər və rastına çıxdığı hər bir insanı öldürər. Süfyanı, Yamani və Xorasanlı adlı şəxslər hədislərimizdə gəlibdir ki, eyni vaxtda xuruc edəcəklər. Bu üç nəfərdən ikisi Xorasani ilə Yamani İmam Zaman əleyhissalamın köməkçilərindən sayılırlar. Onlar insanları haqqa dəvət edər və İmam Zamanı sarı çağırarlar. Süfyanın ən ibrətli və məşhur hadisələrindən biri də onun ordusunun Beyda çölündə yerə batması və qərq olmasıdır. Hadisə belə baş verəcəkdir. Süfyanı İmam Zamanın Məkkədə zuhur edəcəyini eşitdikdə onu öldürmək üçün Məkkəyə sarı qoşun göndərəcəkdir. Ordunun sayı 300 mindən yuxarı qeyd olunsa da, bu ordu Məkkə ilə Mədinə arasında Beyda adlı çölə yetdikdə Allahın izni ilə yerə batacaqdır. Yerə batmış bu ordudan cəmi cümlətanı 2 nəfər sağ qalacaqdır ki, olmuş baş vermiş hadisəni Süfyanıya qaçıb xəbər versinlər deyə. Bütün bunlara baxmayaraq Süfyanı öz inadkarlığından əl çəkməyəcək və zülmünü davam etdirəcəkdir. Süfyaninin aqibəti məğlubiyyət və ölümdür. Nə qədər güclü olsa belə o haqqın qarşısında tab gətirə bilməyəcəkdir. İmam Zaman və ordusu onun üzərinə hücum edəcək və onu qətlə yetirəcəklər. Süfyaninin ölümü ilə Şam vilayəti zülmdən azad olacaqdır. İmam Zaman əleyhissalamın hakimiyyəti bütün Şam bölgəsində bərqərar olacaqdır. Bəzi rəvayətlərdə isə Süfyaninin konkret bir şəxs deyil, hər dövrdə təkrarlanan bir simvol olduğu da qeyd olunub. İmam Səccad belə buyurur. Hər bir qaimin, islahatçının müqabilində bir Süfyanı duracaqdır. Yəni Süfyanı bəlkə də ancaq və ancaq axirət zamana məxsus bir şəxs olmayıb, hər bir dövrdə haqq, islah qarşısında dayanan müqavimətin, inadın, küfrün bir simvoludur. Allah İslamın düşmənlərini tezliklə məhv eləsin. Amin.